Hər kəsə salamlar. Bu videoda mən qısa olaraq özüm haqqında sizə məlumat verəcəm ki, siz də bilin ki, mən kiməm. Elə isə başlayaq. Adım Hüseyndir, soyadım Abdullayevdir və uzun zamandır data və machine learning sahəsində Almaniyada fərqli şirkətlərdə çalışıram. Bu isə mənim LinkedIn-dir. Buradan girib mənə dostluq göndərə bilərsiniz. Bu isə mənim GitHub-ımdır. Buradan girib mənim hansı proyektlər elədiyimə baxa bilərsiniz. Elə isə başlayaq birinci təhsilimdə. Azərbaycanda təhsilimi bitirdikdən sonra isə Almaniyada təhsilimi davam etdirdim və mənim elə ilk data sahəsinə girişim də buradan başladı. Universitetdə oxuduğum zaman R, Python, SQL kimi toollar və eyni zamanda econometrics, statistika kimi fənlər öyrəndikdən sonra qərar aldım ki, həqiqətən də deməli data sektoru mənim üçün uyğun sahədir. Və ilk işim də data analitik olubdu. Ondan sonra isə mən başqa bir şirkətdə Big Data Analytics olaraq çalışdım və Audi'də Data Science olaraq çalışdım. İndi isə Almaniyada IoT sahəsində ən böyük şirkətlərdən biri olan Itinovumda Data Consulting olaraq çalışıram. Burada isə mənim hansı training və bootcamplərə getdiyim haqqında qısa bir məlumat görə bilərsiniz. Burada isə mənim hansı beynəlxalq sertifikatlarım var, onlara baxa bilərsiniz. Burada isə zaman tapdıqca mən özüm üçün GitHub-da bəzi proyektlər eləyirəm ki, hansı toollar mən yeni öyrənirəm, onları əvvəl öyrəndiyim toollarla bir-birinə inteqrasiya eləməklə özümə aid hər hansı bir, deyək ki, portfolio olsun və yaxud hər hansı bir proyekt yaradıram. Bu proyektlər əgər siz də istəsəz girib baxa bilərsiniz və yaxud hər hansı bir xoşunuza gəlirsə, ona girib source kodundan istifadə eləyə bilərsiniz. Məsələn, buna baxaq. Burada var. Məsələn, burada mən göstərirəm ki, necə 5-6, deyək ki, bir neçə və yaxud da tool bir-biri ilə əlaqə qura bilər və yaxud da bir-birinə necə inteqra ola bilərlər. Eyni zamanda hər hansı bir yeni tool öyrənirəmsə, məncə onun ən yaxşı öyrənmə metodlarından biri də odur ki, onlar haqqında bir artikel yazmaq. Mən də bunu edirəm. Mediumda artikellarım var ki, hər hansı bir yeni tool öyrənirəmsə, onu əvvəlki toolla necə bildiyim əvvəlki bir toolla necə birləşdirmək olar və yaxud da bunu ən yaxşı productionda, yəni real həyatda necə istifadə eləmək olar, bu kimi mövzularda da yazıram. Burada isə mənim əlaqə nömrələrim var, əgər e-mail adresim və telefon nömrəm. Beləliklə, özüm haqqında bu qədər. Bu linki də sizinlə paylaşacağım. Əgər hər hansı bir ekstra sualınız varsa, bu linkdən girib baxa bilərsiniz.